oyun oynamaq mənə çox şey verdi. Hal-hazırda məsəl üçün mənim bir oğlum var 11 yaşında. Mən o oyun oynamağını limitləmirəm, telefon istifadəsini limitləmirəm, iPad istifadəsini limitləmirəm. Və səbəbi də odur ki, oyun oynamaq sənə çox şey öyrədir. Birincisi inatkarlığı öyrədir. Yəni oyunlarda ki, sən uduzursan, təzədən geriyə qayıdıb sıfırdan başlayıb yenidən həmin yerə qədər gəlirsən, sonra biraz da artırırsan, bu inatkarlığı verir. İkincisi strategiya qurmağı öyrədir ki, sən qalib gəlmək üçün hansı fəndlərdən istifadə etməlisən, strategiya qurmalısan ki, qalib gələsən. Məncə yəni bazasında duran bu şeydir. Sonra mən müxtəlif layihələr etdim universitet vaxtı. Elektron ödəmə sistemlərinin nümayəndəliyi var idi. Mən də Azərbaycanda ilk biznesim olub. WebMoney elektron ödəmə sisteminin o vaxtın Bitcoin kimi bir şeydi. Amma sonra vaxt gəldi 2015-də mən özüm də oyun şirkəti qurdum. Azərbaycanda o vaxtı oyun hazırlayan kadrlar yox idi. Mən o Sankt-Peterburqda komanda yığıb elədim. Tor Games adında. Fatal Fight adında bir oyun var idi həmin studiyanın daxilində. Biz onu satdıq Estoniyada bir şirkətə və onda gördüm ki, oyun hazırlamağa həddindən artıq çox pul lazım. Yəni balaca büdcələrlə çox böyük pullar qazanmaq olmur.